Ağac əkib ona qulluq etmək hər birimizin borcudur. Bu məsuliyyəti üzərində daha çox hiss edən və insanları buna həvəsləndirən isə təbii ki, ekologiya əməkdaşları olmalıdır. Amma Lənkəranın Separadi kəndində yaranan vəziyyət bunun əksini deyir. Sadə vətəndaş ağac əkir, ekologiya əməkdaşları isə buna imkan vermir. Kənd sakinləri bildirir ki, bir saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi onların icazəsi olmadan ağacların əkilməsini qanunsuz hesab edir. Ağacın əkilməsinə mən elə bilirəm ki, heç bir qadağa ola bilməz, heç bir icazə də alınmalı deyil. Cənab Prezidentin əmridir, hər vətəndaşa, hər kəsə bir ağac əkilməsi Cənab Prezidentin sərəncamıdır, fərmanıdır. Ekologiyadan bizə icazə verilmir. Bizə deyir ki, siz bizdən icazə alıb məsləhət almalısınız. Biz də bu ağac əkmədə nəsə kəsmirik. Kəndin bələdiyyə sədri Niyaməddin Məmmədovun sözlərinə görə ağac əkmə kampaniyası başlanan gündən bu günə kimi yol kənarlarında artıq 350-yə yaxın şam ağacı əkilib. Lakin bir neçə gün bundan əvvəl ekologiya əməkdaşları əraziyə gələrək onlardan ağac əkilməsinin dayandırılmasını tələb edib. Düz əkmiriksə gəlsinlər bizə istiqamət versinlər, desinlər ki, düz əkmirsiniz, bu cür əkin. Amma bunlar konkret olaraq deyirlər ki, əkməyin. Kim siz əkirsiniz? Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrəndik. Bir saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi deyilənləri təkzib etdi və bu iddiaları şər və böhtan adlandırdı. Bildirdilər ki, onlar Separadi kəndinə yalnız qeydə alınmış qanunsuz ağac kəsilməsi faktı ilə bağlı gediblər. Ekologiya əslində təbliğat aparır ki, hamı ağac əksin. Bu necə ola bilər ki, ekologiya desin ki, ağac əkilməsin? Bu çox təəccüblüdür. Böhtandır, böhtan. Ümid edirik ki, aidiyyatı qurumlar məsələ ilə yaxından maraqlandıqdan sonra kimin haqlı olduğu məlum olacaq və ağac kəsən, yaxud ağac əkilməsinə qarşı çıxan varsa tezliklə cəzasını alacaq. İsmail Cəfərli, Məhəmməd Rızayev, Rövşən Əzimov, Lənkəran.